Bismillahirrahmanirrahim. Allahın rəhmət və salamı üzərimizə olsun. İnşallah Ramazan ayının 27-ci günü hamımız üçün mübarək olsun. Allah Teala bizləri Ramazan ayının hörmətinə bağışlasın inşallah. Həzrəti İsa aleyhissalam özünə sual etdi. Ey Allahım, ruhu necə süf etdin? Yəni ey Allahım, mənə ki verdiyim bu ruh ki var, bunu necə süf etdin? Yəni bunu necə qarşıladın? Buna necə nəzakət göstərdin və bunu necə qəbul etdin? Həzrəti İsa aleyhissalam bu sualın cavabında belə buyurur. Sübhü başladım, o halda ki Allahın başımın üstündədir. Yəni o ruh ki mənə məxsusdur, bununla sübh etdim. Amma o ruhun icazəsi Allahdadır. O ruh nəzarəti Allahdadır. Cəhənnəm atəşi isə qarşımdadır. Düzdür, o ruhla sübh etdim. Amma cəhənnəm atəşi qarşımdadır. Ölüm məni tələb edir. Cəhənnəm atəşinin qarşıda olmaqlığı, ruhla sübh etməkliyim. Amma bunun qarşısında ölüm də məni tələb edir. Yəni ölüm hər an məni qucağına alıb dünyadan apara bilər. Həzrəti İsa aleyhissalam buyurur ki, o şey ki ümid edirəm, o şey ki tələb edirəm, ixtiyarımda deyil. Yəni hər nə arzuluyuramsa, hər nə istəyirəmsə görəm, amma mənim ixtiyarımda deyil, ixtiyarımdan xaricdir, gücüm çatmır o işə. Ona da sahib deyiləm. Yəni sahib deyiləm ki, ixtiyarımda olanı həyata keçirdəm. O şey ki istəmirəm edəm, gücüm çatmır. İstəyirəm ki bir şey etməyəm, ondan kənar olam, amma nəfsim məni məğlub edir, gücüm çatmır. Aciz qalıram o işlərin qarşısında. Bəs məndən fəqir kim ola bilər? Yəni mən o qədər fəqirəm və o qədər acizəm, ruhumun qüdrəti qarşısında heç bir şey edə bilmirəm. Çox mətanətli və gözəl bir hədisdir ki, Allahdan istəyək ki, Allah Teala o gözəl ruhumuzu təqviyyət eləsin, o gözəl ruhumuzu paçlasın, ölümə hazır olaq. O şeylər ki, ixtiyarımızdadır, onları gücümüz çatacaq dərəcədə düzünü edək və Allahın məsləhət gördüyünü edək. İmam Kazım aleyhissalam buyurur ki, sizin bədəniniz behiş qiyamətindən başqa deyil. Yəni sizin bədəniniz ki, Allah Teala o bədəni ki sizə verib, behiştin dərəcəsindən, behiştin qiymətindən başqa deyil. Bu bədən, bu cəsəd ancaq behişdə layiqdir. Bəs o bədəni behiş qiymətindən başqasına satmayaq və satmayın. Yəni o bədən ki Allaha məxsusdur, o bədən ki hər an behiştin zirvəsini kəsb edə bilər, onu ucuz qiymətə satmayın. Yəni o verilən əmanət bədəni məhv eləməyin, onun qədrini bilin. Allahdan istəyək ki, Allah Teala bizə verdiyi bu bədəni layiqincə xidmətini göstərək və Allah dərgahında behişdə layiq elətdirək inşallah. Amma bir əhkamı məsələ, əgər bir kəs Ramazan ayında Qur'an oxusa, amma Qur'anı da oxuyanda düz oxuya bilməyə, yəni səy eləyək ki, düz oxuya, amma düz oxuya bilməyə, səhv oxusa, amma xiyal etsə ki, düz oxuyur. Yəni Qur'anı oxuya və xiyal edə ki, düz oxuyur, deyir, bu yalan deyil. Yəni axı biz qabaqda işarə etdik ki, Allahın adına, Peyğəmbərin adına, Qur'an adına yalan danışsan, insanın orucu batil olar. Amma bu mövzuda buyurur ki, bir insan Ramazan ayında Qur'an oxuya, səhv oxuya.
Amma öz ağlında, öz xiyalında düşünər ki, mən Qur'anı düz oxuyuram, bu yalan sayılmaz və inşallah ki, bu adamın orucu da batil deyil və orucu düzdür. Amma bundan arxeyn olmayaq. Hər vaxt səy eləyək ki, Qur'anı bir müəllimlə oxuyaq və Qur'anın düzünü inşallah ki, tilavət eləyək. Allah'ım bizləri bağışla, bizləri aqibət bixeyr elə. Ramazan ayının hörmətinə bizləri düz yola hidayət elə. Ata, ana, nənə babalarımızın boynumuzda haqq olanları bağışla. Şəhid babalarımızın ruhunu şad elə. İnşallah ki, əsgərlərimizə amanda saxla, cəmi qazilərimizə şəfa inayət elə. Bizləri yerin göyün bəlasından hifz elə. Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Allahümme əcil li vəlikəl fərəc və səlli əla Muhammed və ali Muhammed və ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.